Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün istedim vlog çekim, inşallah ki beğenirsiniz. Bugün akşam Trendyol'un eventinə dəvətliyəm, ora gedəcəm. İstədim hazırlanmağı. Ümumiyyətlə bugün nə edirəm, onu vlog halında çəkim sizlərlə paylaşım. Görürəm ki, vloglar daha çox sevilir. İndi isə səhər durmuşam. Səsimə görə biraz üzüllü sayın. Neçə günlərdir üstündə sağlıq xəstə idim və hələ də səsim tam düzəlməyib. İndi isə səhər durmuşam, hazırlaşacağam. Günorta gedəcəm. Bir dənə ixtisas dərsim var universitetə. Daha sonra oradan gələndə də hazırlaşacağım. Axşam eventə gedəcəm. Bugün də sizlərlə vlog çəkəcəm. İnşallah ki beğenirsiniz. Qəşəng özümə çay süzdüm və belə bir kruasan. Ən sevdiyim ikili. Bunu yeyim, sonra gedim, əsərlərim var. Onları çalım, biraz məşq eləyim. Daha sonra isə hazırlaşıb gedəcək. Gördüyünüz kimi artıq gəlmişəm universitetə, dərsdəyim hal-hazırda. Buradan isə çıxanda gedəcəm tədbirə. Biraz işlər dəyişdi, ona görə sizinlə birlikdə evdə hazırlanıb video çəkə bilmədim. Artıq mindim taksiyə, dərsdən sonra gedirəm tədbirə. Burada gördüyünüz kimi sizə üzərimdəki geyimi göstərirəm. Çox gözəl hazırlaşmışdım. Təəssüf ki, sizinlə bölüşə bilmədim hazırlama vaxtımı. Çünki dərs planı dəyişdi və mən gecikirdim. Tez geyinib çıxdım. Yaxşı ki, öncədən makiyajımı etmişdim. Burada isə tıxacda qalmışam. 1 saatdan çox olar ki, tıxacda qaldıq. Və nəhayət mən gəlib çatdım tədbirə. Düşünürdüm ki, gecikmişəm, amma çox adam hələ də gəlməmişdi. Ümumiyyətlə, burada Trendyol əməkdaşlıq edən bütün influencerlar dəvətli idilər. Daha sonra isə New Generation tərəfindən influencerlara belə bir dəftər verildi. Çox sevirəm ümumiyyətlə beləcə düşüncələri. Sizlər üçün ortamı da çəkirəm. Bizim üçün etdiyi sunumlar həqiqətən çox gözəl və ləzzətli idi. Yəni, hər incə detayına kimi düşünmüşdülər. Daha sonra isə bizimlə birlikdə Trendyolda olunan yenilikləri bölüşdülər və məlumatlandırıcı söhbət apardılar. Bu arada qızlar, YouTube kanalımdan əlavə mənim Instagram səhifəmdə var. Hal-hazırda sizlər üçün ekranda qeyd edəcəm. Oradan daxil olaraq məni takip etməyi unutmayın. Burada daha çox videolar paylaşa bilmirəm. Çünki videoların paylaşımı günlər sürür. Daha sonra montajı 5-6 saat vaxt alır. Onun üçün də hər gün video paylaşa bilmirəm. Amma Instagram səhifəmdə gündəlik nə etsəm storylər bölüşürəm. Bundan əlavə isə reels videoları buradan daha çox bölüşürəm. Daha sonra isə oyunlar oynadıq. Bizlər üçün çox maraqlı oyunlar təşkil etmişdilər. Daha sonra isə özümə çay süzdürəm. Ümumiyyətlə, burada hər kəs bir-birinin üzünü sosial şəbəkələrdən tanıdığı üçün çox maraqlı və əyləncəli vaxt keçirdirdik. Daha sonra isə qızlarla birlikdə yemək yedik və başladıq disko əyləncəyə. Burada isə sizə mənzərəni göstərirəm. Həqiqətən çox gözəl idi. Daha sonra isə çöl tərəfə çıxdıq. Buradan isə sizə yenə mənzərəni göstərirəm. Həqiqətən çox bayılmışdım bura. Demək olar ki, ancaq bu hissədə oldum. Daha sonra isə qızlarla birlikdə maraqlı şəkil və videolar çəkdik. Əslində o qədər çox əylənmişdik ki, ümumiyyətlə video çəkmək, vlogu davam etdirmək ağlımın ucundan keçmirdi. Çox əyləncəli və gözəl bir gün keçirdik.